Salam əziz dostlar. Həsəd haqqında Quranda daha bir ayə haqqında danışmaq istəyirəm. Qurani Kərimdə Nisa surəsinin 54-cü ayəsində Allah Taala bu yolla həsəd aparanları qınayır. Nə deyir? Nə buyurur? Buyurur ki: Əuzu billah bismillah. Əm yəhsudunən nəsə alə mə ətahumullahu min fadlih. Yoxsa onlar Allahın öz lütfündən insanlara verdiyinə görə onlara həsəd aparırlar. Yəni Allah Taala insanlara öz lütfündən verir, insanlara bağışlayır. Var, dövlət, bədən səhhəti və s. və ilə axır. Həsəd edənlər də onlara həsəd aparırlar. Onlar həsəd aparırlar, sual verir Allah Taala. Yəni bunu ilə qınayır ki, niyə onlar həsəd aparırlar? Allah Taala hər kəsə ləyaqətinə görə insanlara verir. Ləyaqətinə görə. Bəzən də insanları imtahan eləmək üçün insanlara bəzi şeylər verir. Ona görə heç kəsə həsəd aparmasın. Hər kəs özünə verildiyi şeyə görə Allaha hesab verəcək əlbəttə ki. İstifadə etdiyi, hansı yollarda istifadə edib, halalda istifadə edib, haramda istifadə edib, buna görə Allaha hesab verəcək. Belə şeyə həsəd apararlar. Sağ olun.